Hamımız illər boyu heç olmasa Muharrem o səfərdə İbn Sədin cəryanını eşitmişik. Ki İbn Sədə qol-i imarəti reye verdilə, saldılar İmam Hüseynin canına və bahis oldu. Aşura günü İmam Hüseyin şəhadətə yetişər. Baxın, büyün nəmsi də İbn Səd mərdum-i İran, İbn Səd İran zəmin, Həsən-i Ruhani və dövrəsidir. Baxın, Avropa və Amerika və İngiliz Seçəni rəhliyiblə Bilbil adına satıblar mərdum İrana. Duyun Qurandan hər kəs köynək giyəsiz, Həsən Ruhaninin xəbasətin, dövrəsinin xəbasətin heç kəs inanmıyır. Məgərin ki bu məmləkətdə bir dənə Aşura-i ittifaq düşər, mərdum peyapayalar ki Həsən Ruhaninin özü və dövrəsi nə qədər xəbis bir insandılar. O ki İmam Hüseyin İbn Sədə dedi, İbn Səd sən reyin buğdasından yeməyəsən, Həsən Ruhani də imarəti İranı göyməyəcəkdir, məgərin ki yuxuda göyə. Bu məmləkətdə Həsən Ruhani kimin adamlara rəhbərlik yetişməz. Bu məmləkətdə elə oğlanlar var idi ki 50 dənə Həsən Ruhani kimin adamlara qoyar cibinə dolandıyar. Munta bir cəryan var idi, dediyim sözdür. Avropa və Amerika və İngiliz Seçəni rəhliyiblə feylən Bilbil adına satıblar mərdum İrana. Hələ qoncaq axıyı necə olacaqdır?